Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Oxu Az xəbər verir ki, bu posta Ayxan Abbasov təyinat alıb. Bugün AFFAHA prezidenti Rövşən Nəcəf, A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. Görüş zamanı Rövşən Nəcəf, mütəxəssisin U21 komandasında gördüyü işləri, həmçinin A millinin DC 2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə 1-1 oyundakı çıxışını yüksək qiymətləndirib. AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf, milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. Komandamıza növbəti oyunlarda uğurlar arzulayıb. Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev da iştirak ediblər. Qeyd edək ki, son olaraq U21 millimizi çalışdıran Ayxan Abbasov eyni zamanda Şamaxının baş məşqçisidir. Xatırladaq ki, Fernando Santos'un istefaya göndərilməsindən sonra Ukrayna ilə maçça komandanı meydana Ayxan Abbasov çıxarmışdı. Oyun 1-1 hesabı ilə başa çatmışdı.